mən inanıram, mən tam inanıram ki, hər şey ədalət naminə dəyişəcək bizim bölgədə. Mütləq, mütləq. Siz gələcəkdə hələ gedib öz gözəl Göyçə torpağını da görəcəksiniz. Öz doğma dağlarınıza, bulaqlarınızı, çaylarını da görəcəksiniz. Salam dəyərli Monitoring TV-nin izləyiciləri və dəyərli müəllimlərimiz, dəyərli tələbələrimiz. Bugün yenə biz çox aktual bir mövzu ilə sizin qarşınızdayıq. Bu günümüzü demək olar ki, bütövlükdə yaxşı mənada zəbt edən Qərbi Azərbaycan mövzusu ilə qarşınızdayıq. Əslində qalsa bizim qonağımız da var, mən o qonağı sizə təqdim edəcəm. Amma ondan da əlavə siz birinci kurs tələbələri bizim gələcəyimizsiz. Bayrağımızı həmin yerlərə siz daşıyacaqsınız və burada sizin dəyərli müəllimləriniz əyləşiblər. Eyni zamanda qonağımız tarix üzrə fəlsəfə doktoru Əfqan Vəliyevdir. Qarşınızda onun kitabları var. O, Qərbi Azərbaycan abidələrinin araşdırıcısıdır. Hər bir abidə, hər bir toponim həmin xalqın həmin yerdə köklü, əzəli torpağın yiyəsi olub-olmamağından xəbər verir. Məsələn, Qərbi Azərbaycan Dərələz mahalında Nəbilər kəndi var, Həsən kənd var, Hüseynqullar kəndi var, Qovuşuq var, Ələyəzər. Bunlar sırf türk Oğuz sözləridir, türk sözləridir, toponimlərdir. Bəli, hidronimlər, məsələn, Arpaçay, yəni bunun erməni dilinə və erməni coğrafiyasına və ya tarixinə aidiyyatı yoxdur. Bugünkü qonağımız tarix üzrə fəlsəfə doktoru Əfqan Vəliyev bu haqda sizə məlumat verəcək. Amma mən istəyirəm ki, sizin suallarınız əsasında hörmətli müəllimlərimiz, filologiya elmlər doktoru professor Yaqub müəllim, filologiya elmlər doktoru professor Mahmud müəllim və fəlsəfə doktoru Fəxrəddin müəllim buradadılar. Üzrlü sayın, bəlkə də tam hamını çatdırıb deyə bilmədim, amma və dəyərli tələbələrimiz buradadılar. Biz və siz hamılıqda Qərbi Azərbaycana aid olan bəzi məsələləri aydınlatmağa çalışacaq. Mən öncədən deyim ki, Əfqan müəllimin 3 hissəli kitab var sizin qarşınızda. 532 gərəkə, 532 abidəni araşdırıbdır Əfqan müəllim. 532 abidə, mən deyərdim hamısı deyil bunlar. Niyə hamısı deyil? Mən Dərələzliyəm əslən, anam Dərələzlidir və Dərələzlinin hər bir kəndində Alban məbədi var. Bir qədim körpü var, bir qədim aşırımda bir karvansara var. O mənada, yəni bunların hamısını yazıb qurtarmaq qeyri-mümkündür. Zaman-zaman araşdırmalar davam edəcək və Əfqan müəllimin ən üstün cəhətlərindən biri odur ki, Əfqan müəllim tədqiq etdiyi abidələr haqqında kitab halında ensiklopedik bilik verir və eyni zamanda onun təqdimatlarını keçirir və biz də şəxsən mən Mahirə xanım olaraq o təqdimatlarda çox bilgi qazanıram. Əminəm ki, siz də qazanacaqsınız. Qərbi Azərbaycan mövzusuna gəldikdə isə, Qərbi Azərbaycan verişimiz öncəsi hörmətli Fəxrəddin müəllim dedi, niyə yaranıb bu söhbət? Niyə? Bir ölkənin bir halda dəyərli tələbələr, əgər şimalı, cənubu varsa, şərqi varsa, qərbi də var, sadəcə Qarabağ torpaqları kimi Qərbi Azərbaycan torpaqları da 1813-1828-ci ildən etibarən işğal olunubdur. Bilirsiniz necə işğal olunub? Asta-asta, yavaş-yavaş, siyasətlə. Yəni, o qədər ustalıqla oturdublar ermənilər orada ki, 50 yox, 27% erməni olub, 50 plus 1. Demoqrafik vəziyyət bu cür dəyişibdir. Bəs niyə yerləşiblər? Bilirsiniz ki, 1. Pyotrun vaxtından Qafqaza böyük maraqlar olubdur. Qafqaz, bilirsiniz, o qədər maraqlı məlumatlar var. Mən əslində qalsa bilmirəm, hamısını necə çatdırım. Chopin'in yazdığı kimi Qərbi Azərbaycan
Qafqazın, məhz Dərələyəz, Qafqazın Şveyçariyasıdır. Biz demirik ki, bunu İsveçrəli, Fransız, İtalyan, İngiliz alimlər, Rus alimləri deyir. Məsələn, Çavçavadze deyir. İlya Çavçavadze yazır ki, gərək ki, saxta erməni alimləri və ağlayan daşlar 1902-ci ildə yazıb, Tiflis arxivində saxlanılır. Deyir ki, ermənilər abidələrdən daşı çıxarıb, yerinə erməni dilində yazılmış daşları qoyurdular. Yəni, saxtalaşdırırdılar da. Nəyi saxtalaşdırırdılar? Tarixi. Və niyə gəldilər, niyə yerləşdilər? Necə oldu bunların Qafqaza yürüşləri? Hansı formada? Erməni adlı dövlət, Ermənistan adlı dövlət yox idi. Bunlar kiçik hay tayfaları idi. Və Yaqub müəllim, bunlar dünyanın hər yerində ancaq dağlıq yerlərdə yaşayırlar. Tayfa, yəni kiçik qrup şəklində yaşayırlar. Bunların vətən filan zadı yox idi. Və təbii ki, bunlar paxıl millətdir. Millət haqqında söz demək düz deyil. Amma zaten belədilər, yalancıdırlar, xülyapərəstdirlər və bu Rusların da işinə yarayırdı. Rus hökumətinin ona görə onlara Erməni vilayəti adlı 1856-cı ildə kiçik bir yer ayırdılar. O yer kimin hesabına idi? O, Qərbi Azərbaycan torpaqlarında yerləşirlər. Göyçədə, Dərələyəzdə, Hamamlıda, Şörəyeldə, digər bölgələrdə, mahallarda kiçik bir dövlət idi. Amma sonradan ki, böyük müharibələr başladı. Rus-İran xüsusilə müharibəsi 1813-1828-ci ildə artıq bu məsələ ciddiləşdi və erməni vilayətini böyütməyə başladılar. Necə böyüdə bilərlər? Bugün də bizim gözümüzün qabağında belə dövlətlər var. Bugün də Amerikaya milyonlarla insan böyük güzəştlərlə gedir və oranın sakini olur, ölkə böyüyür. Bu bizim gözümüzün qabağındadır. Erməni vilayəti də belə oldu. Livandan, Suriyadan, Türkiyənin Van vilayətindən, digər yerlərdən, hardakı ermənilər kiçik tayfalar şəklində yaşayırdı, onlar gəldi və həmin erməni vilayətinə yerləşdikcə əhali Naxçıvanda, bəli Naxçıvanda, Nazim Mustafanın bu yaxınlarda bir kitabı ilə biz tanış olduq. Əfqan müəllim, məncə siz də oradaydınız. Çox maraqlı bir kitabı idi. Azərbaycanlılar yaşayan kəndlərə erməniləri köçürdülər. Erməni adət-ənənələri ilə onların, necə deyərlər, soy kökü ilə bizimkilər uyğun gəlmirdi. Ona görə bizimkilər məcburi surətdə oradan köç eləyirlər başqa yerə. Niyə? Çünki onları bura gətirən Rus dövləti idi və onların dalında da durmuşdu. Çox təəssüf ki, bunlar Naxçıvanda bu işi əmələ gətirə bilmədilər, köklənə bilmədilər, yerlənə bilmədilər. Amma Qərbi Azərbaycanda daha gözəl yerlərdə öz köklərini sala bildilər. İrəvan olsun, digər müqəddəs gözəl mahallarımız olsun və erməniləşmə siyasəti bax beləcə getdi. Əfqan müəllim, çox üzr istəyirəm. Mən adətən filoloqam. Mən belə bir çox məlumatlar o qədər ürəyim doludur ki, vermək istəyirəm. Mənim anam Nazlı xanım, mənim dayım mərhum professor Həsən Mirzəyev bu yöndə çox mücadilələr də olublar. Məxsusən Həsən Mirzəyev və ömrünün sonuna qədər də Dərələyəzdəyə deyə dünyadan köçüb. Ona görə mənim bu qəlbim doludur, üzürlü sayın. Əfqan müəllim, abidələr haqqında nə deyə bilərsiniz? Bizim bu abidələr, məsələn, Alban abidələri nə deyir? Karvansaralar nə deyir? Deyir, bura erməni torpağıdırmı, yoxsa? Buyurun. Çox hörmətli Madələ xanım, təşəkkür edirəm. Belə bir seminəri, verilişi təşkil etdiyiniz üçün əziz tələbələr, hörmətli müəllim heyəti. Qərbi Azərbaycan əzəli və tarixi Azərbaycan torpağıdır. Azərbaycan tarixinin bir hissəsidir və Azərbaycan mədəniyyətinin, milli kimliyinin formalaşdığı mühüm ərazidir, Oğuz yurdudur, Oğuz Türk yurdudur. Qərbi Azərbaycan ancaq coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. İrəvan, Zəngəzur,
Göyçə və digər vətən torpaqlarının geri qaytarılması bizim milli ideologiyamızın əsasını təşkil 22 mahal. etməlidir. Bu cənab prezidentə aid olan sözlərdir. Cənab prezident bunları söyləməkdə ifadə etməyə çalışır ki, İrəvan, Zəngəzur, Göyçənin nə qədər Azərbaycan tarixi üçün əhəmiyyətli olduğunu burada vurğulanır. Abidələr və maddi mədəni irs Azərbaycan etnosunun, Azərbaycan türk kimliyinin ərazidə əzəli sakin olduğunu sübut edən hakimliyini göstərir. Bəli, hakimliyini göstərən ən mühüm mənbədir. Dünyada UNESCO və digər təşkilatlar tərəfindən tarixi sənədlərdən çox maddi mədəni irs, abidələr mötəbər mənbə kimi qəbul olunur və orada mövcud olan hər bir abidə o hansı tayfaya mənsub olduğunu göstərir və ərazidə hansı xalqın, hansı kimlərin yaşadığını sübut edən ən mühüm mənbədir. Kiçik bir arayış verim, Əfqan müəllim, üzr istəyirəm. Şah Abbas Karvansarayı var. Ağkənd kəndi yaxınlığında Şah Abbas Karvansarayı var. Şah Abbas erməni adı deyil ki, bizimdir, düzdür. Karvansaralar nədir ki? Uzaq yolu gedənlər, Əfqan müəllim, İpək yolu üzrə gəlir həmin karvansaralarda dayanırlar. Karvansaralarda yemək, qalmaq, yuyunmağa qədər onların yerləri var idi və burada müxtəlif mədəniyyətlər birləşirdi. Müxtəlif mədəniyyətlər. Çindən Londona qədər, Londondan Çinə qədər yolun üstündə yerləşən bir karvansaraydır. Siz baxın, karvansaranın erməniyə aidiyyatı yoxdur. Amma Mərhum Həsən Mirzəyev yazır ki, mən dostumla orada bir qəşəng bulaq vardı. Bulaqdan su içməyə getdi. Gələndə gördü ki, karvansaranın dib hissəsi, təməl hissəsi qazılıbdır. Fikirləşdi ki, bu niyə qazılsın? Bu 100 illərin karvansarayıdır. Bu niyə qazılsın? Bu möhtəşəm abidə bütün tikiliş üslubu ilə memarlıq abidəsi olaraq Türk Oğuzlara məxsusdur və gördük ki, ora yeni daşlar qoyulub və üstü bastırılmaq üzrədir. Hələ bastırmayıblar. Daşların üstündə erməni dilində yazılar var. Yəni, ermənilər məhz həmin daşları ora qoymaqla nəsillər gələcək, görəcəklər ki, bu erməni abidəsidir. Fikir verin, biz bunu edərikmi? Heç vaxt etmərik. Dəyərli tələbələrimiz, heç etməyin də, bizim olana sahib olun, bizim olan bizim olsun. Özgəsinin malını mənimsəməyə heç vaxt qalxmayın. O bizim deyil, o bizim olmayacaq, bizə aid deyil. Yəni, xəyalla dövlət qurmaq, xəyalla həyat qurmaq, xəyalla nələrisə yaratmaq mümkün deyil. Vay o şəxsin halınadır. Xəyalında özü yalanlar qurur, özünü inandırır və başqalarını da inandırmağa çalışır. Bayaqları belə bir sual oldu Əfqan müəllim. Bəs niyə onlar bunu irəliləyə bilirlər? Erməni lobbisi kifayət qədər gücü var. Məsələn, mən yalnız Fransanın Marsel şəhərinin adını çəkim. Başqa bir şey yox. Ən güclü onların varlı dövlətli adamlarıdır. Onlar bütün pulları qoyurlar. Məhz Ermənistanın bu necə revanşist hərəkətlərinə, bu cür xülya ilə qurulan. Siz gördünüz, Əfqan müəllim, siz də şahid oldunuz. Paşinyan danışır və deyir ki, Qaradəniz, mən ağlamağım gəldi vallahi, həqiqi ağlamağım gəldi ki, insan da bu qədər yalan danışarmı? De, bu Qaradəniz ermənilərin olub. Bilirsiniz, suyu niyə şordu? Çünki o qədər ermənilər vətən üçün ağlayıblar ki, nətər bu? Bu nə fikirdir, bu nə? Mən bilmirəm, mən Əfqan müəllim, bir onu bilirəm ki, sizin kitablarınızdakı abidələr, dediyim kimi, həmin Şah Abbas Karvansarayı, Alban Oğuz maddi mədəni abidələri, qəbrüstü daşlar, qoç abidələr, yəqin sizin yadınıza gələr, qəbr üstündə qoç abidələr var idi, qoç daşlar, biz tərəfdə də hər yerdə var idi və ermənilər gənclərə yaxınlaşır, deyir ki, bilirsiniz, o qoçların baş hissəsində həmin adamın var dövləti var, qızıllar var. Cavan adamdır da, nə düşünür ki, heç onun ağlına da gəlmiş ki, bu nədir? Qırıb dağıdırlar və yaxud da götürüb aparırlar ermənilər. Hara aparırsa, bu xeyr ola, buradan yol salır. Qəbristandan magistral yol salırlar. Və həmin daşları hara aparırlar? Tikintilərin, binaların bir növrəsinə tökmək üçün. Tarixin izini batırmaq üçün
silmək üçün. Mən sizdən suallar gözləyirəm. Həm Əfqan müəllim, həm mən sizin suallarınıza hazırıq. Buyurun, sizi maraqlandıran nələrsə varsa, bu mövzuda artıq 2022-ci ilin 24 dekabrından bütün qəzetlər, bütün mətbuat bu barədə yazır və bizim də dəfələrlə bu cür tədbirlərimiz olub universitetimizdə. Mən qeyd edim ki, Qərbi Azərbaycan ərazisində Azərbaycanlıların yaşadığını sübut edən arxeoloji qazıntılar aparılıb, tədqiqatlar aparılıb. 1873-cü ildə ilk dəfə Qafqaz Arxeoloqlar Cəmiyyəti qurulub və Qafqaz Arxeoloqlar Cəmiyyəti qurulmasının məqsədi Qərbi Azərbaycan ərazisində, Cənubi Qafqazda tədqiqatlar aparmaq idi. Daha sonra bu Həvəskar Arxeoloqlar Cəmiyyətinə çevrilincə xarici səyyahlar əraziyə xüsusi maraq göstərir və Jacques de Morgan böyük bir heyətlə o əraziyə gəlir, tədqiqatçı heyətlə. Qərbi Azərbaycanın Üçkilsə ərazisində, Təpəbaşı məhəlləsi ərazisində və ətraf ərazilərdə tədqiqatlar aparır, qazıntılar aparır. Ərazidən çox sayıda qədim dövrlərə aid, qədim türk tayfalarına aid zinət əşyaları, məişət əşyaları çıxardır arxeoloji qazıntıların nəticəsində və onları özü ilə birlikdə Qara Dəniz yolu ilə Fransaya aparır. Hal-hazırda da Paris Saint-Germain muzeyində onlar nümayiş olunur və orada nümayiş olunan abidələr Azərbaycanlıların müxtəlif dövrlərə aid həyat və məişətini əks etdirən eksponatlardır ki, onların hər birinin üzərində onların hansı tayfaya, hansı türk tayfalarına mənsub olduğunu sübut edən çizgilər var, eskizlər var. Məsələ, naxışlar var. Naxışlar, bərbəzəklər, bəli, naxışlar, bərbəzəklər, bəli, adlar, adlar yazılır. O tayfanı şərtləndirən müəyyən atributlar var, onları bəli, xəncərlərin üzərindəki adlar və oradakı illər. Məsələn, Məşəd xanım Niymətova, çox dəyərli tarixçimiz, Urud, Qarakilsə rayonunun Urud kəndində araşdırmalar aparır və dövlət səviyyəsində belə bir arayış yazır, hazırlayır, verir ki, tək Urud abidələri kifayətdir ki, bu yerlər qədim Azərbaycan torpağı, Türk Oğuz yerləridir və tayfalarının yerləşir. Elə adlar da bunu deyir Əfqan müəllim. Məsələn, toponimlər də bunu deyir. Məsələn, Hüseynqulu, kəndin adı Hüseynqululardır, Həsən kənddir, Nəbilərdir, Qovuşuqdur. Bunun nə dəxli var? Göyçə sözünün bir erməniyə aidiyyatı yoxdur axı. Toponimlər də bunu deyir, abidələr də bunu deyir. Alban abidələri məxsusən və Ələyəz kəndində bir Salsal qalasının izləri var. Salsal. Dağın, düz dağın şiş ucundadır. 5 kilometrə qədər uzunluğu var, 5 kilometrə qədər və həmin 5 kilometr ərazidə 2 yerdən qapısı var. Biri Ərdəpin kəndindən, biri də Ələyəz. Görünür, bu qapıdan giriş, o qapıdan çıxış olub. Təsəvvür edin, 5 kilometrə yaxın bir ərazisi var, Salsal qalası. Bunun dinə, filana heç bir aidiyyatı yoxdur. Mən sizin suallarınızı gözləyirəm. İlk öncə özümü təqdim edeyim. Filologiya Azərbaycan Dili və Ədəbiyyat ixtisasının 1-ci kurs tələbəsiyəm. Sualı bu şəkildədir. Bizim görmədiyimiz, bizi görməyən bu torpaqları bu dərəcədə sevmək sizcə milli kimlik duyğusudur, yoxsa tarixə bağlılıq, tarixin bizə aşılanması, yoxsa tarixi bizə aşlayanların vətənə bu qədər dərin sevgisidir? Mən cavab verim. İstəsəz mən cavab verərəm. Əfqan müəllim, icazə versəz mən cavab verim. Neydi adını bir də xahiş edirəm. Pakistan həm bizim sevgimizdir, həm bizim qanımızla sizə ötürülən duyğulardır. Həm dövlətimizin marağıdır. Bu da var. Biz itirilmiş torpaqları Nadir Şahdan sonra itirilmiş torpaqları qaytarıb Azərbaycan torpağı edən üçüncü bir insan, sərkərdə, başçı yoxdur. Bu, Cənab Ali Baş Komandanımız İlham Əliyevdir. İtirilmiş torpaqlar mütləq geri qaytarılmalıdır. Mütləq biz ora yerlərə qayıtmalıyıq. Bu bizim, mən əvvəlcə dedim, məsələn, mənə anamdan gələn
Məndən də sizə gələn, övladlarıma gələn duyğulardır, vətən sevgisi. Heç vaxt, heç yerdə, heç zaman unudulmur. Hər şey unudula bilər, vətən sevgisi unudulmur. Dünyanın mal dövləti unudula bilər, hər şey unudula bilər, vətən unudulmur. Mən hər dəfə deyirəm, hər yerdə baş vətəndir, bir parça daş vətəndir. Sular süngər olaydım, bax, müəllif deyir. Torpaq səngər olaydım, sən əmin uyuyaydın, vətən, əskər olaydım. Siz də bugün bütün hamınız eyni zamanda sualının ikinci hissəsi həm də milli kimliyimizdir, özünü tanımaqdır. Bu bizim özünü tanımağımızdır, yurduna yiyə olmağımızdır, dilimizə, folklorumuza. Mahmud bənim burada əyləşibdir. Qərbi Azərbaycan folkloruna bələdçiliyimizdir ki, bizi bir daha o yerlərə, hətta mətbəximizdir deyəcəm. Bütün bunlar isə bizim milli kimliyimizə eyni zamanda şərtləndirir. Genetik yaddaşımızdan gəlir. Bəli, genetik yaddaşımızdan gəlir, nənələrdən gəlir, babalardan gəlir. Mahmud Çaşqarını oxuyuruq, oradakı kənd adlarının əksəriyyəti Mahmud Çaşqar. 950 il bundan öncə yazılmış kitabda həmin yer adları var. Məsələn, necə ola bilər ki, 7-ci əsrə aid olan yer adları var. Biz bəyəm nənə babalarımızı unudan biriyikmi? Biz yalnız özümüzünkilərə sahib olmaq deyəcəksiniz, niyə ola bilmədik? Mən onun izahını verdim ki, xarici qüvvələrin təsiri ilə. Çox sağ ol, təşəkkür edirəm. Ağrı xanım, bir əlavə edeyim. Buyurun. Demək, Dədə Qorqud dastanlarında 1300 illik yubileyi keçiriləndə bir tez səsləndi. Biz kimik, hardan gəlmişik, hardayıq, hara gedir. Onun göstəricisi bizim mədəni abidələrimizdir. Bəli, abidələrimizdir, doğru, düzdür. Mən bir faktı da qeyd edim ki, Qərbi Azərbaycanda mövcud olan 600-ə yaxın Alban məbədinin əsas inşa edənlər Xristiyan türklərdir. Qıpçaq türkləridir, Xristiyan Səlcuqlu türkləridir. Bunu sübut edən qalanın üzərindəki lövhələrdir, kitabələrdir və qalanın memari, məbədin yanındakı qalanın memari quruluşudur. Memari tikiliyə fikir verəndə görürsünüz ki, o Qriqoryan kilsəsindən, Xristiyan kilsəsindən tamamilə fərqli bir quruluşa, memari quruluşuna sahibdir. Bəli. Xaç da Qriqoryan xaç üsulu deyil, qədim Alban xaçlarıdır ki, onların quruluşu, forması tamamilə fərqlidir. Ermənilər onu mənimsəyiblər, onu dəyişdirib, xaçın formasını da dəyişdirib, Qriqoryanlaşdırıblar və öz abidələri kimi kitabları dəyişdirib təqdim edirlər. Xüsusi adət-ənənələri yoxdur, xüsusi geyim nümunələri yoxdur, folklora malik deyirlər, tarixə malik deyirlər. Çox maraqlı bir şeydir ki, heç nələri olmadığı halda özlərinə hər şeyi yaratmaq istəyirlər, amma buna nail ola bilmirlər. Yəni, zaman-zaman nail ola bilmirlər. O Alban abidələrinin olduğu ərazidə qalalar da var eyni zamanda. Bunu sübut edən qalalarda Petrovskinin 20-ci əsrin əvvəllərində apardığı tədqiqatlardır ki, 1905-10-cu illərdə apardığı tədqiqatlardır ki, orada kurqan qəbirlər çıxıb, aşkar olunub qalalarda. O kurqan qəbirlərdən çıxan lövhələr var, lövhələr var, kitabələr var və o kitabələrin üzərində türkçə, qədim türkçə hərflərlə yazılan yazılar var. Və onların hansı türk tayfalarının, məsələn, Kimmerlərin, Ağqoyunların, Qaraqoyunların, Oğuzların orada yaşadığını sübut edən orada kitabələr var və Petrovskidə deyir ki, bu ərazidə türk tayfaları yaşayıblar və sübut olaraq da oradakı hətta yazılardan da nümunələr verib və kitabələrin bir qismində Petrovski öz tədqiqatında da bunları işıqlandırıb. Petrovskidən də əvvəl Qərbi Azərbaycanın kitabələrlə bağlı, Oğuz abidələrlə bağlı dediyim kimi Jacques de Morganın bu fəaliyyətindən sonra Çar Rusiyası Qəhvəskar Arxeoloqlar Cəmiyyətini ləğv etdi, yerinə adını dəyişib Qafqaz Arxeoloqlar Cəmiyyəti qurdu və o dövrün tanınmış səyyahı Aleksandr Aleksandroviç İvanovskinin 1893-96-cı illər ərzində 400 nəfərlik ekspedisiya heyətindən Qərbi Azərbaycana göndərdi və gəlib Göyçə gölünün ətrafında 3 ildə ərzində qazıntı işləri aparırlar və 200-ə yaxın Oğuz qəbirləri çıxarırlar.
2 metr, 3 metr boyunda. İvanovskinin tədqiqatı, Hündür boyunda. bəli, məndə var o tədqiqatı, mən əslini tapdım. Leviatovun, onun asistanı, Leviatovun bir məqaləsindən ipucu götürərək mən onun orijinalını tapdım və orada ərazidəki tədqiqatla bağlı geniş məlumat verilir. 200 Oğuz abidəsinin boyları, uzunluğu eni 3 metr boyunda, eni 80 santim. Üzərində də Oğuz türklərinə aid saz, qopuz işarə təsvirləri olur və Yəni bir dənə alətin orada həkk olunması həmin qəbirdə yatanın hansı boydan, hansı soydan olduğunu məlum edir. Bəli, eyni zamanda İvanovskidə, inşallah mən onlayn onu da təqdim edəcəm, sizlər də tanış olarsınız. Orada İvanovski qeyd edir ki, orada yaşayan əhali Oğuz türkləridir və mən orada olduğu müddətcə hər hansı bir erməniyə rast gəlmədim və bu insanlarda Oğuz tayfalarının, o türklərinin buradakı nəslidir, onların əcdadlarıdır. O, onu öz tədqiqatında da bu qaydada qeyd edir. Eyni zamanda, çox üzr istəyirəm Əfqan müəllim, eyni zamanda mən sizə Salsal qalası haqqında məlumat verdim. Bilirsiniz, Salsallar, Xalxallar, Xarxarlar, Herherlər, Gərgərlər, bunlar qədim türk tayfalarıdır. Və yaşadıkları ərazidə, həm Cənubi Azərbaycanda, həm Naxçıvanda, həm Qərbi Azərbaycan mahallarında onlar məskunlaşmışlar, Salsal. Bir də Vəng sözü haqqında mən sizə məlumat vermək istəyirəm. Vəng, təbii ermənilərdə əl səsi yoxdur, Vanq deyirlər. Vəng qədim türk sözüdür. Yenə Mahmud Çaşqarının Divan Lüğəti İt-Türk kitabında, lüğətində Vəng, Ving, Beng, Bengü sözlərindən yarandığı göstərilir və ziyarət yeri, müqəddəs yer deməkdir. Qərbi Azərbaycan Dərələz mahalında onlarla vənglər var. Qoşa vəng, Güney vəng, Gədik vəng və s. İnsanlar həmin yerlərə Alban, Oğuz, Türk abidələridir. Ulu babalarımızdan yadigar qalmış həmin abidələrlə bərabər həmin yerləri ziyarət ediblər, şam yandırıblar orada. Mən əslində qalsa mənim üçün çox sirli bir nöqtədir ki, niyə məhz şam yandırıblar? Məsələn, dua eləyiblər, amma mütləq o yerlərdə gedib şam yandırıblar, o vənglərdə. Və zaman-zaman ermənilər, bəli, Kəlbəcərdə, Göyçədə, başqa yer, hər yerdə var. Qərbi Azərbaycan bütün mahallarında. Amma onu Vanq deyə özünkiləşdiriblər, bir də bir keşiş oturdublar orada. Əslinə qalsa bunun keşişə aidiyyatı yoxdur. Müqəddəs ziyarətgah deməkdir. Zaman-zaman dinlər, bax Allahın 5 səmavi kitabı göndərilib. 4-dür, biri səhifələr şəklindədir. Öncə səhifələrdə göstərilən qanunlar, Fəxrəddin müəllim, zaman-zaman insanlar inkişaf gedir də, sivilizasiya inkişaf gedir və bir qədər qanunlardan kənar ayaq qoyurlar. Növbəti Tövrat gəlir, növbəti Zəbur gəlir, növbəti İncil gəlir və nəhayət son olaraq Quran gəlir. Görürsünüz, Allah özü bu kitabları inkişafla, mütərəqqi inkişafa doğru getdiyi yolda insanlara bir konstitusiya maddələri olaraq göndərilib. Ziyarətgahlar da belədir. Alban məbədləri, Türk Oğuz məbədləri, sonradan məscidlər. Bir məsələn deyim, Qərbi Azərbaycanın həmin Salsal qalasının dağın başında da əks tərəfində Horbadıq adlı bir kənd var. Horbadıq adlı kənd var. Həmin kənddə böyük bir məscidə insanları yığıblar ki, rayondan adamlar gəlib sizinlə danışmaq istəyir, hansısa bir məsələ həll olunacaqdır. İndi qoyuna, quzuya gedən, bulağa suya gedən və s. bunlardan başqa kənd əhalisinin hamısını doldururlar, özləri də gəlirlər içəri ermənilər. Daşnaqlar əlbəttə onların da ən cinayətkar qrup deyərdim mən onlara. Salırlar içəri. Hamı oturandan sonra çıxırlar bayra, qapını bağlayırlar və od vurub yandırırlar. Siz vəhşiliyin dərəcəsinə baxın. Mənə elə gəlir ki, o Salsal qalası və ya bu qala tipli məskənlər məhz müşahidə xarakterli olubdur. Bəli, Ataxan qalası da olubdur. Qalaça qalası da müşahidə xarakterində. Hansı tərəfdən dağlarda bu tərəfdən kim gəlir, o tərəfdən kim gəlir? Çox təəssüf ki, hilə ilə onlar
bunları ələ keçirə biliblər. Daha sualınız var, bizə çox maraqlı olur. Buyurun. Bizə deyirik. Çox maraqlı bir məsələ var burada. Bax, o bayaqlar sizin məlumat verdiniz, Əfqan müəllim, dediniz ki, Fransada, yəni ermənidən çox erməni olan Fransada, ermənidən çox erməni pərəst olan erməni olan. Orada dediniz, bizim abidələrimiz göstərilir. Bayaq adlarını çəkdiniz. Bəli, Paris Saint-Germain. Bəli, orada göstərilir. Onların altında türk abidələri məsələsi qeyd olunurmu, yoxsa onlar onu silirlərmi? Onu silib erməni abidəsi kimi təqdim edirlər. Bax, faciə budur. Bəli, onlar silirlər, onu o cür verməzlər. Əgər verərlərsə, Əfqan müəllim, öz dilləri ilə deyəcəklər ki, bura Türkiyə huzurudur. Ona görə də təbii ki, onlar silirlər. Vankdır, bizim vankımızdır. Bu deyil, Kəlbəcərdən Yaqub müəllim, siz gördünüz, keşiş getmirdi. Öldürürlər, getmir, deyil, yox. Burada, bura müqəddəs yerdə ziyarət. Onun deyil, ha. Amma oturub da, buyurun Yaqub müəllim, sizin sözünüz var. siz o bəlli oldu ki, mən bizdə var adladım, çox sağ olun, çox sayılı abidələri təbrik edərsiniz. 532 bəli. Bizim üçün ən maraqlı olan, biraz izahat verim, sonra sualını verim. Bizdə bilirsiniz, Türklərin ən qədim əlifbası bizə bəlli olan Göytürk əlifbasıdır. Türklərin bu türkləşmə deyirlərdə Anadolunun və Azərbaycanın türkləşməsi də bir qayda olaraq 11-ci əsrdən sonra götürülür Sovet tarixşünaslığında və Avropa tarixşünaslığında. O da hadisədən başlayır, qəblidir 1071-ci il Malazgirt döyüşü, Alparslanın qələbəsi və ondan sonra Səlcuqlar gəldi, yavaş-yavaş o əraziləri türkləşdirdi. İndi mən çox maraqlanıram bu məsələyə. Bu yaxınlarda Türkiyədə, Qərbi Anadoluda bir neçə abidə tapılır. Üzərində Göytürk əlifbası olan abidələr tapılır. Və artıq o türk tarixçilərin özündə bir yenilikdir ki, yəni müstəsna yenilikdir ki, Qərbi Anadoluda daha əvvəlki dövrdə Göytürk əlifbası varsa, burada türklər yaşayıb, deməli, o türk tədqiqatçılar ki var, onlarda o 11-ci əsrdən sonra götürülür, artıq onların da nəzəriyyəsi dağılır, gedir. Bu, o deməkdir ki, 11-ci əsrdən əvvəl türklər Anadoluda yaşayırlar, indi. Bu qədər abidəni siz çox sağ olun araşdırırsınız. Orada yazılı abidələrin içərisində bir şey var mı? Nəsə bir yazı nümunəsi var mı? Və o yazı nümunəsi hansı əlifbadadır, əgər varsa? Qərbi Azərbaycanın müxtəlif ərazilərində kitabələr var, daşüstü təsvirlər var. Xüsusilə Qərbi Azərbaycanda minlərlə, hətta 10 minlərlə deyə bilərəm ki, qala kitabələri var, məscid kitabələri var, məbəd kitabələri var və o kitabələrin bir çoxu Orhon Yenisey, yəni qədim türklərə aid məsələ yazılarla olanlar var ki, onların bir qismi Qərni qalasını bilirsiniz, eşitmişsiniz. Qərni qalasının üzərindəki kitabə Orhon Yenisey əlifbasından olub və onu sonradan ermənilər o kitabəni dəyişdiriblər. Amma dəyişdirmədən əvvəlki kitabə nümunəsi var. Qərni qalasında deyil, eyni zamanda Ataxan qalasındakı, Koroğlu qalasındakı, Qalasa qalasındakı oradakı kitabələr hamısı qədim türk əlifbasındandır, yazısındandır ki, eyni. Bəli, Gültəkin, Yeniseydə Gültəkin abidələri, Moğolistandakı Gültəkin abidələrinin, Yeniseyün abidələri ilə Qərbi Azərbaycandakı abidələrin, oradakı abidələr üzərindəki yazılar, təsvirlər, kitabələr üzərində təsvirlər eyni təşkil edir. Mənim kitabımın birinci cildində də o təsvirlər haqqında məlumat verilib. Xüsusilə Ağqoyunlu, Qaraqoyunlu tayfalarının geniş olduğu, yaşadığı ərazidə olub. Yox, mən bir əlavəm var, çox üzr istəyirəm. Yaqub müəllim, belə nadir, çox nadir olan hadisələr var, məsələlər var. Amma onlar oxunmuyor. Məsələn, Dərələzdə yazılı qaya var. Yazılı qaya ilə Nəbilər kəndini birləşdirən bir körpü var. O qədər ensizdir ki, güclə də, yəni buna deyirlər qıl körpü. Amma söhbət buradadır ki, yazılı qayanın üstündəki yazıdır, təsvir deyil, Qobustan qayalarındakı kimi, amma bu yazıları oxunmuyub.
görürsən bəllidirmi? Albaniya əlifbasındandır Göytürk Hə, əlifbası. oxunmayıb da, yəni olmuyor. O təkcə Qərbi Azərbaycana aid deyil. Mənim bu yaxınlarda Qax rayonu Sarıbaş şəhərində 1 il olar bu yaxın deyəndə çox maraqlı bir səfərim oldu. Çox maraqla hər şeyə baxırdım, dağların adını soruşurdum, bu çayın, onun filan, kəndin ziyalılarından. Sağ tərəfdə dağın döşündə bir Alban qəbristanlığı var. Ora şəhidlik deyirlər. Niyə şəhidlik deyirlər? Şəhidlikdir o. Yəni, yerli əhalinin o danışığına uyğun olar. Şəhid olublar onlar orada. Və hər bir qəbrin ən azı 4-5 metr uzunluğu var. Qəbirdə yatanlar kimdir, onu bilmirəm. Yəni, arxeoloji qazıntı filan aparılmayıb. Qəbirüstü yazılar isə heç kəsə məlum deyil ki, bu hansı əlifbadır və bunu oxuyan biri də yoxdur. Eynən dağın döşündədir, sonra getməyin ödü. Mən istədim, amma bu qeyri-mümkün idi. Mən oraya gedə bilməzdim. Getsəm də oxuya bilməzdim. Amma hər halda bu cür, bugün 21-ci əsrdə sirlə dolu olan belə qəbir daşları, qəbirüstü yazılar və ya dediyim kimi yazılı qaya var, amma o oxunmuyordu. Var belə bir şeylər. Mən Əfqan müəllim çox üzr istəyirəm, çox müdaxilə edirəm. Buyurun, kimin sualı var? Urutda da bəzi daşların üzərində, qədim daşların üzərində Orhun Yenisey yazılarından təsvirlər var, yazılar var. Orada kitabələr var. Onların məsələn şəklini çəkmiş, maliyyələşdirmək olar da onu. Təbii olar, Kitabda var. Buyurun. İlk öncə özümü təqdim edim. Mən Berdiyeva Nuray, Filologiya Fakültəsi Azərbaycan Dil və Ədəbiyyat müəllimi üzrə təhsil alıram. Sualım budur ki, bayaq sizin də qeyd etdiyiniz kimi, tarix boyu ermənilər Azərbaycan xalqının humanist və tolerantlığından sui-istifadə edərək nəinki Qərbi Azərbaycan, həmçinin Naxçıvan və Azərbaycanın digər bölgələrində də məskunlaşmışlar. Bəs nəyə görə məhz Qərbi Azərbaycan, niyə Naxçıvan deyil, Azərbaycan? Hə, kompakt yaşamaq lazım idi. Əhalinin sayı, Əfqan müəllim, demoqrafik vəziyyət 50+1, əhalinin yarıdan 1% də olsa çoxu onların xeyrinə olmalı idi ki, oranı Ermənistan adlandırsınlar. Əslində Nizami Gəncəvinin İskəndərnaməsində də Erməniyyədir, Ermən tayfalarıdır. Onların erməni, o ad da özlərinin deyil. Onlar haydılar, haylardır, hay tayfalarıdır, harsaqlardır daha doğrusu və heç erməni adının da onlara ad da oğurluqdur və orada Rus hökumətinin köməyi ilə erməni vilayəti və erməni vilayətinin əsasında Böyük Ermənistan yaratdılar və o Ermənistanı sonradan 20-ci əsrin sonlarında belə, 21-ci əsrin əvvəllərində belə Xəzər dənizindən Qara dənizə qədər Böyük Ermənistan yaratmaq xülyasına düşdülər. Çox təəssüf ki, onların qarşısı necə deyərlər, alınmadı uzun müddət. Uzun müddət bunlar irəliləyə bildilər. Stepanakert adlandırdılar Xankəndini, Qarabağdakı ən gözəl bölgələrimizdə oturdular. Adlarını belə dəyişdilər və Qərbi Azərbaycanda, məsələn, Abaran mahalının adı 78-ci ilə qədər 6 dəfə dəyişdi. Təsəvvür edirsiniz, Göyçə gölü oldu Sevan, Dərələyəz oldu Yexəqnadzor, nə bilim, Vardeniz filan, yəni adlar onların özünün xeyrinə dəyişir, yəni bu dövləti qurmaq üçün. Bir kiçik faktordur deyim, Əfqan müəllim çox üzr istəyirəm, çox vaxtda müdaxilə edirəm. Erməni-Rus müharibəsində, daha üzr istəyirəm, İran-Rus müharibələrində İran tərəfi uduzdu və Rus hökuməti İrəvandan 40.000 Azərbaycanlını Şırayel vilayətinə köçürdü, şəhəri boşaltdı. İranda olan erməniləri gətirdi, yığdı İrəvana və İrəvanda vəziyyət əhalinin sayı dəyişsin və 18-ci ildə 1900 təbii ki, nail oldular ki, İrəvanı paytaxt olaraq alsınlar, özlərininkiləşdirsinlər. Mən bu yaxınlarda Nazim Mustafa'nın bir kitabı var, təəssüf ki, adı yanında deyil. O həmin kitabda yazır ki, Lazaryev adlı bir erməni Urmiyadan bütün dünya ermənilərinə səslənir. Sizə yeni vətən və yeni təminat veriləcək. Sizə hökumət deyilən yerə yığışmağı arzu edirəm. Yəni, bunlarla hamısı yığışdı.
İrəvana, sonra dedilər İrəvandır bu. İrəvana yığışdılar. Vəziyyət dəyişdi. 50%-dən çox erməni oldu və təbii ki, Rus hökumətinin köməyi ilə yenidən deyirəm ki, İrəvanı da paytaxt şəhəri elan elədilər. Səbəbi buydu. Kompakt yaşamalıydılar bir yerdə ki, dövlət yaratsınlar. Azərbaycan hansı siyasi yanlışlıqlara yol qoydu bu hadisələr? Mən buna yanlışlıq demirəm. Əfqan müəllim, siz də qiymət verərsiniz. Mən buna yanlışlıq demirəm. Tarixi mühakimə etmək olmaz. 20-ci əsrin əvvəllərində demokratik dövlət qurulanda, Şərqdə ilk demokratik dövlət qurulanda bizim o boyda ordumuz, gücümüz yox idi. Biz baskılara məruz qalırdıq və güclü Rus Bolşevik hökumətinin apardığı siyasət, hətta onların Osmanlılarla danışıqları nəticəsində biz buna məcbur edildik. Olduq yox, məcbur edildik. Mən bu mövzuyla bağlı bir sualım var əslində. Buyur. Filologiya fakültəsinin Dil Ədəbiyyat müəllimi üzrə ixtisas tələbəsi Abbaszadə Fidan. Bu mövzuyla bağlı sualım odur ki, bəziləri, yəni bəzi vətənpərvər olmayan insanlar deyim, Rəsulzadəni buna görə günahlandırırlar. Yəni sırf İrəvanı erməni necə deyim, baskılara məruz qalaraq Qarabağı əldə tutmaq istədiyinə görə mən belə başa düşürəm ki, İrəvanı ermənilərə pay kimi verdiyini düşünürlər. Yəni bu insanlar... Yox, bir dəqiqə çox üzr istəyirəm. Sənin adın nə idi? Abbaszadə Fidan, çox gözəl sual verirsən. Əslində, mən də bu sualın tərəfdarıyam. Əslində, zaman-zaman mən də belə düşünürdüm ki, bir insanı günahlandırmaq olmaz. Amma bu sənət belə bir şeydir ki, bu faktdır. Kimin imzası var burada? Mahirə xanımın, Əfqan müəllimin, Fəxrəddi müəllimin, Yaqub müəllimin deməli cavabdeh odur. Bəli, Rəsulzadənin xüsusi imzası var. İrəvanın verilməsi ilə bağlı. Xoyskinin imzası var. Həmin vaxtı dövlət başçılarının imzası var. Və bu yaxınlarda Osmanlı arxivlərindən çox gənc bir, sizin kimi bir alim, siz inanırsınız, o sənədləri belə təqdim edildi. Mən özüm də yəni mən yanlış qəbul elədim də, belə deyək. Sonra da mən müraciət elədim. Bəli, bu sənədlər indi də durur. Rəsulzadə onu sevərəkdən erməniyə pay verməyib, bu belədir. Amma mən sizə bayaq dedim axı, məcbur edildik. Ya tamamilə məhv olmalıydı, ya müəyyən bir şeyləri güzəştə getməli idi. O da oldu İrəvan. Mən suala... İmzaları var, onu demək olmaz, buyurun. Mən də əlavəm olacaq. Mahir xanım düzgün vurğuladı. 1918-ci ilin fevral ayında Zaqafqaziya Seymi quruldu, konfederasiyası quruldu. Cənubi Qafqaz dövlətləri orada iştirak edirlər. Azərbaycan hələ Ermənistan dövlət olmamışdı. Erməni nümayəndələri və Gürcüstan təmsil olunurdu və Qafqaz xalqları, Şimali Qafqaz xalqları da orada təmsil olunurdu. Çar Rusiyasının Çar Rusiyasının dağılmasından sonra bu belə bir tarixi fürsət yarandı və orada Zaqafqaziya Seymi yaradıldı. Zaqafqaziya Seymi yaradıldığı vaxt konfederasiya quruldu və Qafqazı idarə eləmək haqqında ortaq qərar alındı. Azərbaycanlılar orada 44 nəfərlə təmsil olunurdular Rəsulzadə liderliyində və o dövrdə də ermənilərin Azərbaycana qarşı ərazi iddiaları var idi. Şərqi Anadoluda böyük dövlətlər ermənilərə Şərqi Anadoluda onlara dövlət qurmaq sözü vermişdi. Onlara orada Türkiyənin gücü ilə qarşılaşdılar və bunu həyata keçirə bilməyincə tarixi torpaqları məkan olaraq seçdilər. Nəyə görə tarixi Qərbi Azərbaycanı məkan olaraq seçdilər? Çünki Qərbi Azərbaycan Türkiyə ilə Azərbaycanı ayıran Türk dünyasını da birləşdirən bir coğrafiyada yerləşirdi. Və o əraziyə ermənilərin yerləşdirilməsi həm Azərbaycanı Türkiyə ilə sərhədlərini ayırmaq, eyni zamanda Türk dünyası coğrafiyasından Orta Asiyaya qədər uzanan yollardan ayırmaq planı var idi. Çünki Türkiyənin, bilirsiniz, Anadolu'nun türkləşməsi Orta Asiyadan başlayıb, bilirsiniz. Ona qədər Orta Asiya türklük olmuyor. Türklər Anadolu'ya Orta Asiyadan gediblər və onu bilirdilər. O bir tarix kitablarında var və onu da əsas götürən bu qərb dövlətləri bu plana Rusiyanı da daxil etdilər. Özləri Anadolu, Şərqi Anadolu'dakı erməniləri, orada dövlət qurmağa nail olmayanlar Azərbaycanın qədim torpaqlarına köçürdülər. Və 1805-ci ildə Kürəkçay sülh müqaviləsinin nəticəsində İranın Xoy salması ərazisindən Qarabağa 150 min,
Qərbi Azərbaycana 10 minə yaxın erməni köçürüldü və oradan köçürülən ermənilərə xüsusi imtiyazlar verildi. Vergiden azad olunurdular və İran ərazisindəki torpaqlarını, ara torpaqlarını İran xəzinəsi hesabına Bəli. onlar təmin olunur. Bəli, İran əgər onlar oradakılarını sata bilməsələr, İran dövləti onu yüksək bir məbləğdən almağa məcbur idi, taahhüt vermişdi. Və bu məsələlərin sonu olaraq Bəli, çox üzr istəyirəm, verilişimizin sonunda çatır. Həmin məsələyə gəlim, bəli. Suala gəlmək istəyirəm ki, Azərbaycan Seymi Konfederasiyası quruldu və o dövrdə daşnaq terror birləşmələri böyük dövlətlərindən aldığı ağır silahlarla Azərbaycanlılara qarşı terror hadisələri törədirdilər və Azərbaycan fraksiyası, erməni fraksiyasına müraciət elədi ki, siz bu terrorun qarşısını alın ki, biz artıq yəni mümkün deyil. Yəni artıq onlar əraziyə getdilər, dedilər ki, biz onlar xarici qüvvələr tərəfindən idarə olunur, biz onları ram edə bilmirik. Onların müqavimət təsir göstərə bilmirik və bizim hökumət daha sonra Batum Sulh müqaviləsində Azərbaycan, Ermənistan, Gürcüstan nümayəndələri təmsil olunduğu vaxt bu məsələ müzakirə olunur və dövlət qurulma məsələsi danışılır. Və İrəvan ermənilər Azərbaycandan İrəvanı Qarabağ və digər Zəngəzur ərazilərindən iddialarından əl çəkmək üçün İrəvanı paytaxt kimi istəyirlər və Azərbaycan dövləti də ermənilərin o iddialarına qarşı güzəştə gedir. Əslində getməməli idi və güzəştə gedir. Sonradan nə olur? Erməni terror təşkilatları yenidən qırğınlar törətməyə başlayınca... Yəni, arzular bitmir. Çox üzr istəyirəm, verilişimizin sonudur. Arzular bitmir. Ermənilər bu gün də o torpaqları genişləndirmək iddiasındadılar. Məmməd Əmin Rəsulzadə bizim xalqımızın çox görkəmli bir övladıdır. Amma Əfqan müəllim dediklərini də eşitdiniz, həmin sənədləri imzalamağa məcbur edildilər. Ya bir yolluq Azərbaycan silinməlidir, Naxçıvan getməlidir, nə bilim, filan yer getməlidir, ya da güzəştə getməlidirlər. Mənim fikrimi soruşsan, mən tarixi mühakimə edənlərə gülürəm. Mənim fikrimi soruşsam, mən getməzdim. Bəli. Siz də getməzdiniz. Bəli, siz də getməzdiniz. Amma təəssüf ki, bu kiminsə şifahi surətdə mən səni sevirəm, pərəstiş edirəm, ya səni sevmirəm deyə bir fikir deyil. Bu sənədlərin dilidir və sənədlər göstərir ki, bəli, Məmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin bunların hamısının orada imzaları var. Çox təşəkkür edirəm. Dəyərli vaxtınızı bizə ayırdığınız üçün. Bu mövzu maraqlı mövzudur, bilirsiniz. Bu bizim can borcumuzdur, vətən borcumuzdur, ana borcumuzdur. İç dünyamızın, milli kimliyimizin bayaq tələbəmiz dedi. Bütün bunların biz nəhayət özümüzə qayıtmağın bir yoludur, vətənimizə sahib çıxmağın bir mücadiləsidir. Biz bu yolda varıq. Dəyərli tələbələrimiz, mən əminəm ki, o bayrağı siz Qərbi Azərbaycanda ucaldacaqsınız və dəyərli müəllimlərimizə, Yaqub müəllimə, Mahmud müəllimə, Fəxrəddin müəllimə sizə xüsusi təşəkkür edirəm. Əfqan müəllim, çox sağ olun, gəldiniz bizim tədbirimizə və yenə də son olaraq yenə sizə təşəkkür edirəm. Çünki gələcəyimiz sizdədir. Çox sağ olun, bir daha görüşmək ümidi ilə Monitoring TV-nin izləyiciləri. Əgər verilişlərimiz maraqlıdırsa, siz də bizi daim efirdən izləyin. Çox sağ olun. Mən bir də demək istəyirəm ki, biz də, Qərbi Azərbaycanlılar da heç vaxt inamı itirməməliyik. İnanmalıyıq və eyni zamanda addımlar atmalıyıq, fəal olmalıyıq, işləməliyik. Və gün gələcək və Qərbi Azərbaycanda da biz belə gözəl məclis keçirdəcəyik və bu günü xatırlayacağıq.